3 aylıq bəbəmiz var, qəbizlik şikayətindən gəlib. Süni qida yeyir, ana südü 2 ay yeyib, daha yemir. Süni qidadan sonra, yəni bu sinuslərdən sonra uşaqlarda qəbizlik ən çox gördüyümüz şikayətlərdəndir. Ən çox hansı uşaqlarda olur? Rejimsiz qidalanan, yəni saat aralığına fikir verilməyən. Ana südü ilə qidalanan uşaqlarda saat aralığı gözləməyə çox da ehtiyac yoxdur, amma süni qida ilə qidalanırsa uşaq mütləq yemək arası saat aralığını gözləmək lazımdır. İlk 3 ay 3 saatda bir, 3 ayla 5 ay arası 3 saat yarımda bir, 5 aydan sonra 4 saat intervalla yedirsəniz, gecə fasiləsi də 12-1 və səhər 5-6 olmaqla gecə fasiləsinə riayət etsəniz, qəbizlik problemi olmaz. Amma buna baxmayaraq, yenə də uşaqda qəbizlik problemi olursa, yemək ona düşmədiyi üçün də ola bilir. Ona görə yeməyin qəbizlik üçün olan formları var. Komfort adlı formalarına keçib yoxlamaqda fayda var. Əgər komfort formadan sonra uşaq hələ də qəbizlik problemi davam edirsə, mütləq həkimə müraciət edib, dərman müalicəsinə ehtiyac varmı və yaxud da qəbizliyin altda yatan səbəblərinin araşdırılmasına ehtiyac varmı deyə baxılmalıdır. Qəbizliklə yanaşı uşaq yaxşı çəki almırsa, fiziki inkişaf etmirsə, uşağın yeni doğan dönəmdə ilk nəcisi mekoniumun çıxmasında da gecikmə olmuşdursa, burada anadan gəlmə bağırsağın anomaliyaları düşünülə bilər və dərin araşdırılmaya ehtiyac ola bilər. 3 ayında uzun-uzun söhbət eləməlidir. Danışdıranda səslər çıxartmalıdır. Hecalı, sait hecalı səslərlə a-u, aqu danışmalıdır. Uzun-uzun insanın üzünə baxmalıdır. Hayca, bir də rəngli əşyaların dalıca baxıb izləməlidir. Hamısını özü təsdiqləyir. Çünki bu ağıllı bəbədir, normal bəbədir. Həkim pediatr Günay Rəsulova studiyamızdadır. Leyla Medikal Centerdə fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Doktor, xoş gördük. Necəsiz? Təşəkkür edirəm. Bəbişlərlə işlərimiz necə gedir? Əla gedir. Bu yanlış həyəcan siqnalına, belə desək daha doğru olar, allergik reaksiyalara görə müraciətlər çoxmu var? Yaz fəslindəyik. Təbii ki, yaz fəslində allergik xəstəliklərin kəskinləşmə dövrüdür. Xüsusilə də uşaqlarda atopik dermatit, ekzema, övrələr, allergik rinit, asma ataklarının artdığı bir fəsildəyik. Ona görə şikayətlər bu yöndə bəli, təəssüflər olsun ki, çoxalıb. Xüsusilə də körpələrdə qida allergiyaları, inək sütü protein allergiyası, övrələr, gicitkən dalyar tərzində olan qızarmış, qabarmış səpkilər və uşaqların açıq havada çox vaxt keçirməsi ilə bağlı olaraq həşərat dişləmələrinə bağlı olan allergik reaksiyalar, ağacların tozlanma dövründə polenlərlə təmasda olan allergik rinit, askırma və öskürək tutmaları, tənqi nəfəslik və xışıltı ilə gedən simptomlar çoxalmışdır. Ailələr bunu çox zaman qrip və ya virus xəstəlikləri ilə qarışdırırlar. Uşağın burnu axır, öskürür deyə, qrip mi keçirdi deyə şübhələnirlər. Amma çox zaman baxırıq ki, müayinə edirik. Xüsusən də əvvəldən allergik hekayəsi olan uşaqlar, ailədə ana və ya atada allergik xəstəlikləri olan, ailədə olan uşaqların allergik şikayətləri bəli bu fəsildə çoxalmışdır. Necə özünü büruzə verir bu? Çox maraqlıdır. Biz hər zaman elə hər qızartıya, hər səpkiyə allergiya kimi yanaşırıq. Əslində bu yanlış bir şeydir. Spesifik bir əlaməti varmı? Allergik xəstəliklərin əlamətləri bəli, spesifik və qeyri-spesifik olaraq ayrılır. Spesifik əlamətlər xüsusən allergik rinitdə allergik salam dediyimiz uşağın əlinin davamlı burnunda olması, burun axıntısının şəffaf, adi su kimi olması, xüsusən də səhər saatlarında burun tıxanıqlığının və burunda olan axıntının, askırma tutmalarının çoxalması, burunda qızarıqlıq, şişkinliyin olması, gözdə qızarıqlığın, şişkinliyin və qaşınmanın olması və eyni zamanda allergik öskürəklərin özünə xas xüsusiyyətləri xışıltılı tənəffüs, wheezing biz ona deyirik, fitverici tənəffüs və uşağın sinəsində olan pişik xırıltısı tərzi xışıltının eşidilməsi və tənqi nəfəsliyin olması, uşağın məsələn qarın tənəffüsünün sürətlənməsi, tənqi nəfəs uşağın efor zamanı, hərəkət zamanı artan, tutma şəkilli olan öskürəklərin çoxalması, bir də gecə saatlarında
artan öskürəklərin çoxalması bizdə allergiya düşündürür. Xüsusən də uşağın ana və atası allergikdirsə, bu uşaqların 40-60% allergiya şikayətlərinin allergiya bağlı olma ehtimalı da daha yüksəkdir və qripdən fərqli olaraq allergik şikayətlər zamanı qızdırma çox zaman olmamış olur. Amma bəzi infeksiyaların tetiklədiyi allergiyalar da var ki, birbaşa burada allergik şikayətlərin başlamasının uşağın keçirdiyi üst tənəffüs yolu xəstəliyi və virus infeksiyası ilə əlaqəsi olur. Yəni, uşaq belə deyək, qrip qapır və dalıca allergik şikayətlər kəskinləşir. Biz buna infeksion allergik forma deyirik və belə olduğu təqdirdə uşaqda elə bir həm infeksiya var, Yəni, qrip fonunda allergiya. Bəli, qrip fonunda qripin, virusun... Ya da özünü allergiya kimi göstərən hər hansısa bir xəstəlik. Virusun tetiklədiyi və ortaya çıxan allergik reaksiyaların artması ilə bağlı şikayətlər bu ara çoxdur. Dərman allergiyaları çoxdur və yaxud da qida allergiyaları bu ara çoxdur. Məsələn, uşağın belə deyək, qış fəslində reaksiya vermədiyi allergik hər hansı bir qidaya yaz fəslində allergiya vermə ehtimalı artmış. Çünki bədənin bir allergik həssaslığı da çoxalmış olur. Çünki allergenlərlə təmas çoxalmış olur. Uşaq açıq havada çox vaxt keçirməyə başlayır. Polenlər, havada uçuşan allergik hissəciklər çoxdur və eyni zamanda qidaların da, mövsümi qidaların da allergiya vermə ehtimalı artır deyə ailələr buna fikir verməlidir. Əgər sizin uşağınız allergikdirsə, bu mövsümdə qidalanmalarına diqqət edəcəksiniz, virus infeksiyaları ilə mümkün olduğunca təmasa diqqət edəcəksiniz, uşağın xəstə ilə təmasını kəsəcəksiniz, xüsusən də bu körpə yaş qrupu uşaqlardırsa, bu uşaqların allergenlə təmasının kəsilməsi çox önəmlidir. 0-18 yaş daxil uşağı olan hər bir valideynin səslənmə icazənizlə buyurun, müraciətlərinizi həkim pediatr Günay Rəsulovaya edə bilərsiniz. Leyla Medical Centerdə pediatrik poliklinika şöbəsinin müdürüdür. Eyni zamanda pediatr olaraq dəyərləndirməni çox mürəkkəb şəkildə aparmaq lazımdır və incəlikləri var. Bayılanlar var, nəfəs darlığı çəkən var, təzyiqi aşağı düşən var, baş dönməsi yaşayanlar var. Amma heç kəsin ağlına gəlmir ki, bu allergik reaksiyada ola bilər və ən ağır vəziyyətdə. Diferensial diaqnostika çox önəmlidir İlham xanım. Bu ara məsələn uşaqlarda mədə-bağırsaq infeksiyaları, rotaviruslar da çox görürük. Qusma ishalla özünü göstərir. Məsələn, qusma şikayəti ilə gələn uşaqlarda birinci ağlımıza görəsən bu yayılmış virusdanmı yoluxdu deyə düşünürük. Amma məsələn, bir neçə gün öncə uşaq gəldi, kəsintisiz qusma, dalbadal qusma, heç demə qida allergiyasıymış. Məsələn, ana ilk dəfə uşağa yumurta ağı ilə birlikdə verib. Adətən, məsələn, 1 yaşa qədər yumurta ağını yoxlayaraq veririk. Məsələn, əvvəlki köhnə protokollarda 1 yaşa qədər verilmirdi. Amma yeni güncəllənmələrdə 8 ayından etibarən yoxlayırıq, uşağa düşürsə veririk deyirik. Ona görə ailələr də bunu artıq riayət etməyə çalışır. Yumurta sarısı ilə birlikdə ağını verib valideyn uşağa, təəssüf ki, axşam saatında verib. Heç vaxt bu cür qidaları axşam saatına çalışırıq ki, saxlamayaq və uşaqda dalbadal olan kəsintisiz qusma. Heç demə allergik reaksiyaymış. Amma məsələn, biz onu ətraflı, diferensial diaqnostika eləməsək, bu uşaq da mədə-bağırsaq infeksiyasıdır deyib ona yönəlik yanaşma edərdik ki, bu yanlış olardı və eyni zamanda burada qida allergiyası məsələsini atlatmış olsaydıq, həmin valideyn bir neçə həftə sonra uşağa yenə yumurta verirsə, bu səfər anafilaktik şok şəklində az öncə bildirdiyiniz bayılma, hipotoniya, təzyiqin aşağı düşməsi və uşaqda hətta nəfəs darlığı, anafilaktik reaksiya başqa bir şeydir, anafilaktik şok başqa bir şeydir. Məsələn, qidadan sonra olan... Bəli, qidadan olan dalbadal qusmalar bir anafilaktik reaksiyadır. Amma anafilaktik şokda bir neçə sistem etkilənir. Yəni, burada həm tənəffüs sistemi tərəfindən əlamətlər olur, bəli, həm də mədə-bağırsaq sistemi tərəfindən əlamətlər olur. Bir və ya bir neçə sistemin artıq prosesə qoşulması əlamətləri varsa, biz buna anafilaktik şok deyirik ki, bu daha ağır bir tablodur. Allah heç bir uşağa onu yaşatmasın, heç bir valideyn onu yaşatmasın. Amma diqqətli olmaqda fayda var. Ona görə belə vəziyyətlərdə allergiyadan biz onu düzgün ayırsaq və başa düşsək ki, bu uşağın deyək ki, yumurtaya anafilaktik reaksiyası var. Növbəti dəfə bu qəbulu durduranda şokdan uşaq qurtulmuş olur. Ona görə düzgün diaqnoz həmişə həyat qurtarıcıdır. Bu durumda ailələr diqqətli olmalıdırlar və detektiv kimi incələməlidirlər. Xüsusən də allergik problemi olan uşağın anası çox diqqətli olmalıdır. Biz həmişə deyirik, testlər kömək edicidir. Əsas burada ailənin, ananın təqibidir, klinik izləmidir ki, nəyi uşağa verəndə nə olur?
hansı hallar olur və bu həkimə diaqnozda bəlkə də 50-60% dərəcəsində yol göstəricidir. Bəzən də 100% yol göstəricidir. Ona görə ailələrin bizə köməyi, düzgün anamnez verməsi, dəqiq anamnez verməsi çox yol göstərici olur. Praktikada görülübmü elə ağır dərəcədə uşaqlar? Təbii ki. Təbii ki, qidadan anafilaktik şok verən, dərmana allergik reaksiya verən, dərmana anafilaktik şok verən, ən çox antibiotiklərdən biz görürük anafilaktik reaksiyalar və anafilaktik şoklar. Bu təbii ki, həyatla bəzən belə deyək də həyati dərəcələrdə reaksiyalar ola bilir. Ona görə biz antibiotik iynələri heç vaxt evə yazmırıq. Məsələn, evə çağırıb tibb bacılarının evdə antibiotik iynələrinin vurulması, sistemlərin qoşulması, vena daxili infuziyalar tibb bacıları tərəfindən ev şəraitinə qoşulması yol verilməzdir. Antibiotikin bəzən ilk dozalar reaksiya vermir, arxain olmaq, evdə vurdurmaq təhlükəlidir. Çünki sonraki dozalarda reaksiya ola bilir. Ona görə xəstəxana şəraitində nə qədər təcrübəli tibb bacısı olsa da ev şəraitində anafilaktik şokdan heç bir kömək edə bilməz və burada saniyələr, dəqiqələr bəzən həyat qurtarıcı ola bilər. Mütləq xəstəxana şəraitində və həkim nəzarətində olmalıdır və bu arada Leyla Medical Center'ın təcili yardımı 7/24 fəaliyyət göstərir və bu şəkildə manipulyasiyalara ehtiyac olursa, orada hər dəqiqə növbətçi həkim var və həkim nəzarətində uşağınıza manipulyasiyalar olunmalıdır ki, belə gözlənilməz reaksiyalar zamanı ani müdaxilələr olunsun. Çünki heç bir uşaq belə bir şeydən sığortalanmamışdır. Heç bir həkim belə bir şeydən sığortalanmamışdır və uşağa reaksiya verən dərmanın günahı həkimdə deyil. Heç bir həkim bilə bilməz ki, hansı dərman uşağa nə reaksiya verəcək və əgər göstəriş varsa, biz antibiotik təyin eləyiriksə, burada bəli, mütləq test eləyirik. Bəzən artıq yəni son belə deyək də protokollarda testlər də çox da belə deyək də dəqiq göstərmir. Bəli, bəli. Ona görə heç xarici ölkələrdə antibiotika test qoymadan vurulur ki, reaksiya olsa anafilaktik o dəqiqə müdaxilə olunur. Yəni testdə yəni yanlış ola bilər. Deyək ki, proba qoyduq, heç bir mənfi təsiri yoxdur, amma vuranda məsələn reaksiya göstərməyib, iynəni vuranda reaksiya ola bilər. Və bəzən probda belə anafilaktik reaksiya ola bilər. Ona görə prob burada yəni çox da belə deyək də yol göstərici sayılmır. Amma biz yenə də ehtiyat eləmək adına bunu eləyirik. Həm də belə deyək, həkim kimi özümüzü də sığortalamaq adına. Amma reaksiya olacaqsa bəzən sınaq dozasında belə uşaqda reaksiya ola bilər. Odur ki, içmə antibiotiklərdə allergik reaksiya verə bilər və belə şeydən heç bir həkim sığortalanmamışdır. Evladınıza verdiyiniz dərman allergiya verirsə, bu həkimin günahı deyildir. Yəni, belə bir reaksiyaları ailələr gözləmləməlidir. Uşaqda dərmandan sonra səpki, qusma, ən əsas əlamətlərdən biri də qusmadır. Uşaq dərmanı dalbadal qusursa, dərmanı içdikdən sonra bu dərman ona düşmədi göstəricisi də ola bilər. Odur ki, bu əlamətlərə ailələr diqqət eləməlidir. Allergiyanın ilk əlamətlərini görən kimi dərmanı durdurub həkimə bu haqda məlumat verməlidir. Allergiyanı biz bəsit dildə belə başa salsaq, normal olanı bədən anormal görür. Amma kimə görə normal? Mənə görə normal. Mən bu suyu içmişəm, bədənim bunu qəbul edir və tanıyır. Bunu hər cürə qəbul etsəm, bədən hardasa reaksiya vermədən bunu mənimsəyəcək. Amma körpə uşağı ilk dəfə bununla tanış edəndə, burada həyəcan siqnalı olaraq allergik reaksiyalar səpki, qaşıntı, öskürək, nəfəs darlığına qədər aparıb çıxara bilər. Yəni valideynlər burada diqqətli olsunlar və o anafilaktik şok dediniz, doktor, burada beynimi qarışdıran bir də o probalarla bağlı. O testləri aparanda o sırada bir neçə dənə proba qoyulur. Allergeni yeridir. Orada da anafilaktik şok yaşama ehtimalı varmı? O ehtimal həmişə var. Çünki biz deyirik tək bir antibiotika görə o şok yaşanma varsa, indi o ağlıma gəlir, biz bəzən studiyada da belə... Bəli, dəri-prik testlərində anafilaktik şok ola bilər. Ona görə o testlər həmişə xəstəxana şəraitində aparılır. Məsələn, allergiyanın müalicəsində son zamanlar tətbiq olunan çox uğurlu bir metod vardır. İmmunizasiya, peyvəndləmədə belə deyək. Bu çox effektiv bir üsuldur. Burada nə edirik? Uşağın belə deyək, bədən nə allergiyası varsa, balaca dozalarla bədəni onunla tanış eləyirik ki, həmin bədən allergenə alışsın və ona artıq hiperergik, yəni anormal reaksiya verməməyə başlasın. Və bu müalicə metodu da xəstəxana şəraitində aparılır və kiçik dozalarda allergenlər bədənə yeridilir. Reaksiya ola bilərmi? Bilər.
bilər və buna görə ailələr öncədən bilgilendirilir. Ailə buna qəbul edir və hazır olur. Reaksiya anında da əlbəttə xəstəxana ortamında hər cürə müdaxilə olunur. Ona görə bu testlərdə də belə bir ehtimallar hər zaman var. Ona görə də bu testlər də xəstəxana ortamında və həkim nəzarətində aparılır ki, xoşa gəlməz hallar zamanı ilkin müdaxilə gecikməsin. Konkret olaraq, yəni təminatlı şəkildə bu 100% allergiya verəcək. Sən nə etsən də deyə biləcəyimiz bir qida məhsulu və s. varmı? Obligat allergenlər dediyimiz, yəni mütləq allergik qidalar qrupu vardır ki, bu qidaların allergiya potensialı daha yüksəkdir. Ona görə biz allergiya problemi olan uşaqlarda bu qidalardan uzaq tuturuq. Bunlar nədir? Rəngli qidalar. Məsələn, sitruslar, qırmızı meyvələr, sarı meyvələr, məsələn, qabıqlı dəniz məhsulları, məsələn, fıstıq, araxis, belə deyək, bu qidalar, ondan sonra paketə girmiş qidalar, hissə verilmiş qidalar, bu tipli qidaların allergiya potensialı yüksəkdir. Sonra onlardan sonra gəlir yumurta və süd məhsulları. Bunlar daha aşağı potensiallı, amma yenə də allergiya ehtimalı ola biləcək qidalardır. Ona görə bu qidaların qəbulu zamanı, xüsusilə də allergiya problemi olan uşaqlarda ehtiyatla yanaşmaq lazımdır və 1 yaşa qədər uşaqlara bu qidaları verməmək lazımdır. Çünki 1 yaşa qədər uşaqların hələ immuniteti immatur olduğuna görə bu qidalara allergiya vermə ehtimalı yüksəkdir. Heç bir allergiya problemi olmayan uşağa belə biz əlavə qidaya başlanma dövründə 6 ayından sonra hər yeni qidanı 3 gün test edərək verilməsini tərəfdarıyıq. 3 gün ərzində uşaqda qusma olmadı, səpki olmadı, qaşınma olmadı, belə deyək, qəbizlik olmadı, ishal olmadı. Həmin qida qəbulundan sonra uşaqda aşırı narahatlıq və huzursuzluq olmadı, uşağın nəticəsində selik qan olmadı. Deməli, bu qida uşağa düşdü və bu qidanı yoxladıqdan sonra rasiona daxil edirik. Amma son önərilərə görə, son tövsiyələrə görə allergiya verən, məsələn, uşağa allergiya verdiyi bilinən qidanı tamamilə rasiondan çıxartmaq, eliminasiya eləmək çox da tövsiyə olunmur. Bəlli bir aralıqdan sonra bu qida ilə uşağın bədəni öyrəşsin deyə bu qidanı, məsələn, 2-3 həftə sonrasında yenə yoxlamaq, bəli, və sonrasında da az-az rasiona daxil edib test etməyi tövsiyə edirlər. Yəni, allergiya, bu qidaya allergiya oldu, bunu tamamilə çıxaraq, ümumiyyətlə uşağın həyatından çıxaraq deyə bir şey yoxdur. Bəlli bir aralıqlarda bir yoxlamaq, təkrar, çünki immun sistem yetişdikcə artıq ona anormal reaksiya verməməyə başlaya bilir və biz bu qidanı boşuna rasiondan sıfırlamış ola bilərik. Ona görə müəyyən aralıqlarda bir yoxlamaq, əgər reaksiya yoxdursa rasiona daxil etmək və orqanizmi bu qida ilə tanış etməyə çalışmaq və alışdırmağa çalışmağı tövsiyə edirik. Valideyn övladı ilə gəlib. O sırada onu təyin etmək üçün qan analizi, dəri testi götürürsünüz. Bir də allergeni ağızdan vermək və s. belə bir şeylər yerindəcə təyin etmək olurmu? Olur. Məsələn, hər uşağa biz test edib sonra qida başlamırıq və yaxud da hər uşağa test edib sonra hər hansı bir dərman başlamırıq. Sadəcə bunları qəbul etdikdən sonra uşağın reaksiyasını yaxından izləməyi tövsiyə edirik ailələrə və s. Həm risk qrupu uşaqlar olursa və biz bu uşağa, məsələn, onun allergiyası olduğu bilinən qidanı veririksə və yaxud da az öncə dediyimiz dəri pirik test etmək zərurəti yaranıbdırsa, o zaman xəstəxana şəraitində gözləmləyə bilərik. Məsələn, ailə deyir ki, bu uşağa şübhəli allergiya var. Məsələn, əvvəl mən ona 2 dərman qrupunu vermişəm, allergiya olub, bilməmişəm hansına qarşıdır. Biz onu ayırmaq üçün xəstəxana şəraitində gözləmləyərək həmin o dərmanı verib reaksiyasını izləyə bilərik. Reaksiya yoxdur, evə rahatlıqla ailəni göndərə bilərik. Bu cürə dəstək edə bilərik, amma ümumən allergiya problemi olmayan uşağa hər hansı bir qidanı xəstəxana ortamında başlamırıq. Amma əlbəttə aşağı allergik potensiallı qidalardan başlayaraq get-gedə qidaların rasionunu genişlətərək bu şəkildə orqanizmi tanış edərək yeni qidalarla əlavə qidaya davam edə bilərik. Tövsiyələriniz olur allergiyaya qarşı, yoxsa dərman müalicəsi başlanır? Məsələn, 1 yaşa qədər verilməməsi gerəkən qidalar var. Məsələn, bal 1 yaşa qədər uşaqlara vermirik. Məsələn, sitrus meyvələr 1 yaşa qədər uşaqlara vermirik. İnək südü, keçi südü 1 yaşa qədər uşaqlara bunlar qadağandır. Ən çox sevdiyimiz. Bəli. Ana südünə yaxındır deyə keçi südü uşaqlara verirlər, amma halbuki elə bir şey yoxdur. Bunlar heyvani qidalı, heyvani zulaldır və 1 yaşa qədər verilməməlidir və paketə girmiş bütün qidalar verilməməlidir. Ən çox ailələr harda səhv edir? Yoğurt alıb
alıb uşağa verirlər. Yoğurtu da masum bir qida kimi bilirlər, amma halbuki marketlərdə satılan o adi yoğurtlar 3 yaşdan tez uşaqlara verilməməlidir. Ümumiyyətlə, hazır qidalar, hazır paketli qidalar, hazır sıyıqlar, necə ki, özümüz hər dəqiqə hazır qida alıb yemirik, evdə hazırlayırıq, yeyirik, uşaqlar da belə, yəni hazır paketə girmiş kaşalar, sıyıqlar, pürelərdənsə elə özümüz hazırlayaq. Çünki nə qədər tərkibi sadə görünsə də, onların raf ömrünü uzatmaq üçün mütləq qatqı maddəsi var və bu qatqı maddələri uşağın orqanizminə ziyandır. Ona görə bunu hər gün yox da, belə deyək, sıxıntılı bir hallara düşərsək, yol gedərsək, səyahət edərsək, belə təcili bir vəziyyət var, heç nə əlimizə çatmır və biz uşağa nəsə yedirməliyik. O vəziyyətlərdə vermək xaricində ailələr çalışmalıdırlar ki, uşaqlara bu qidaları ev şəraitində hazırlasınlar, versinlər və belə olduğu təqdirdə də allergiya vermə ehtimallarından qurtulmuş olacaqlar. Orqanizmdə anormal bir reaksiya mı gedir? Anormal heç nə reaksiyadır. Normal, məsələn, normalda bədənin, belə deyək, normal bir reaksiya verməsi lazım olan agentlərə qarşı bu qida ola bilər, dərman ola bilər, havadakı toz hissəciyi ola bilər, heyvan tükü ola bilər, adi, məsələn, aerozol şəklində tənəffüs allergenləri ola bilər, havada olan rütubət göbələyi, kif göbələyi və s. qarşı ola bilər. Bədənin anormal reaksiyasıdır. Ona hiperergik, hiperhəssas reaksiya verməsidir. Bu da orqanizmin həssaslığının, yəni normal olmadığını göstərir. Burada genetik yatkınlıq daha ön planda durur, amma bir sıra digər faktorlar da var. Hansı ki, ailələr bunu idarə edə bilər. Hansı ki, biz buna diqqət eləsək, uşağımız allergik olmaz. Məsələn, 1 yaşa qədər uşağın təkrar üst tənəffüs yolu xəstəliyini keçirməsi gələcəkdə onun asma riskini artırır. Biz uşağımızı qorumarsaq, evdə bağçaya, məktəbə gedən və tez-tez xəstələnən uşaq var və hər dəqiqə uşaq evə infeksiyanı gətirir, hər dəqiqə körpə, 1 yaşa qədər körpəmiz xəstələnirsə, bu uşağın gələcəkdə allergik uşaq olma ehtimalı artır. Və yaxud da davamlı yanında siqaret çəkilən uşaqlar var. Nə ata, baba siqaret çəkir, bəzən pəncərənin yanında çəkir, eyvanda çəkir və çəkib həmən otağa girir, 40 dəqiqə ərzində havaya nikotin verir və bununla uşaq təmas olur. Bu uşağın allergiya olma ehtimalı yüksəkdir. Və yaxud da məsələn elə uşaqlar olur, vaxtından erkən əlavə qidaya başlayırlar. 4 ayından uşağı nəsə dadızdırırlar. Evdə bişən hər şey uşaq istəyir, dilinə bir damcı vurdum, əmziyinə batırdım, məsələn mürəbbə verdim və yaxud da məsələn biraz suyuna şəkər qatdım deyərkən uşaqların erkən qidalarla tanışması onların allergiya riskini artırır. Ona görə paketə girmiş qidalarla erkən məruziyyət, məsələn, uşağa getdim marketdən çox istəyirəm, şəkərli nəsə aldım, kek aldım, yoğurt aldım deyərkən, erkən bu cürə qidalarla tanışdırma uşağın allergiya riskini artırır. Peyvəndsiz uşaqların tez-tez xəstələnməsi allergiya riskini artırır. Bu cürə faktorlar uşaq idarə oluna bilən faktorlardır. Uşaqların ziyanlı yemək vərdişləri, qida dəyəri aşağı qidalarla doyuzdurulma, boş doyuzdurulma, karbohidratla, unla, şəkərlə, şirniyyatla boş doyuzdurulma. Uşaq kalori alır, amma heç bir qida dəyəri olmayan qidalarla qidalanır. Belə olduğu təqdirdə uşaq kiloludur, köktür, çəkisi normaldır, amma vitamini yoxdur, immuniteti yoxdur, çünki qida dəyəri aşağı bəslənir. Bu cürə faktorlar çox təsir və yaxud da 1 yaşa qədər uşaq ana südü yedizdirilməmə. Bu dəqiqə analar elə bəhanə axtarır ki, uşağı simesə keçsin. Ana südü ilə qidalandırılma allergiya ehtimallarına, allergik xəstəliklər riskini aşağı salır. Xüsusilə də kim diqqət eləməlidir? Özü allergik olan analar, atası allergik olan uşaqlar. Məsələn, belə ailələr daha diqqətli olmalı. Çalışmalıdır uşağını ana südü ilə qidalandırsın, çalışmalıdır uşağının peyvəndləri vaxtında olsun, çalışmalıdır uşaqlara vaxtından erkən əlavə qidalarla tanış etməsin, çalışmalıdırlar ki, uşaqlar çox xəstələnməsin, infeksiya ilə təmas olmasın. Utanıram deyir deməyə ki, xəstə adam evə gəlməsin. Necə utanıram? Burada sizin uşağınız adi qripdən xəstəxanaya düşə bilər, pnevmoniya keçirdə bilər və yaxud da bronşolit ola bilər. Bu dəqiqə çox yayılıb ilk 2 yaş uşaqların respirator sinsitial virusla bronşolitləri. Yəni biz bir uşağımızı bu risk təhlükə qarşısına necə qoya bilərik ki, bugün burnu tıxanan uşaq sabah təngi nəfəsliklə gələ bilər. Utanmayın, çəkinməyin, xəstə halda evə gəlməyin deyin, xəstə sizdə qonaq gəlməyin deyin. İlk 1 yaş xüsusilə də yeni doğan uşaqlar olan evdə ailələr belə şey çox diqqətli olmalıdırlar. Yəni uşağımı çox istəyirəm deyən ana uşağını qorumalıdır. Həddindən artıq reaksiya verməsi aydın məsələdir. Kifayət qədər cavabını aldım. Heç reaksiya verməmək nə kimi
vəziyyətdir bəs? Anergik vəziyyət deyirik biz ona, bədən ümumiyyətlə reaksiya verməməsi. Bu iki Nə səbəbdən. toza, nə qidaya, nə meyvəyə, Bu iki səbəbdən olur. Biz biri müsbət anergiya, mənfi anergiya. Müsbət anergiya odur ki, immunitetimiz o qədər yaxşıdır ki, onlara reaksiya vermir, nə gözəl. Mənfi anergik vəziyyət odur ki, immunitet o qədər çökmüşdür ki, reaksiya vermə potensialı belə yoxdur. Bəli, burada anadan gəlmə immun yetməzliklərə qədər biz axtarırıq, araşdırırıq. Allergiya özü bir immunitet xəstəliyidir. Allergik uşağın artıq immuniteti problemlidir deməkdir. Ona görə allergik uşaqların peyvəndlərinin vaxtı-vaxtına vurulması. Bəzən nə deyir ana, uşağımın allergiyası var, ona görə peyvəndi vurdurmadım. Halbuki bu uşağa həmin peyvənd daha vacibdir. Allergiyası olan, çox xəstələnən, bu mövsümü çox xəstələnərək keçən uşaqların gələn mövsümdən öncə bir qrip peyvəndində olunması lazımdır ekstradan ki, bu uşaq həmin mövsümü də çox xəstələnərək keçirməsin və gələcəkdə asma riski qarşısında qalmasın. Demək ki, bu hər birimizin qorxduğu immun sisteminin problemidir. Amma qarşısını almaq olarmı? Olar. Bilgisiz şəkildə ilk dəfə tanış olan qida ilə uşağı həkimin nəzarəti olmadan qidalandırmayaq. Yəni o reaksiya varsa. Bəli, allergik reaksiya verən tozdur, geyimdir və sair sitrus meyvələr az-çox araşdıra bilərsiniz, həkimi də dinləyə bilərsiniz. Kifayət qədər də məlumat ötürdük və bunun ən təsirli müalicə üsulları dediniz, immunoterapiyadır, peyvəndlərdir, dərmandır və qaçınma. Və allergendən qorumaq. Qaçınma. Mən həmişə deyirəm, istəyirsiniz Amerikaya gedin bu problemə görə. Əgər Toz arxanca uşağınıza alıb yenə soku içizdirəcəksinizsə, alıb yenə keks verəcəksinizsə, mənə ən belə deyək də qəbul eləmədiyim və mənim anlamadığım bir şeydir o. Uşağımı çox istəyirəm deyir, amma marketdən zəhərli qidalar alır, uşağa verir. Nənə babalar ən çox uşağımı çox istəyirəm deyir, amma uşağın üstünə bir torba abur-cuburla gedir. Yəni belə şey fikir vermək lazımdır. Birinci növbədə borcumuz onları qorumaqdır. Təşəkkür edirəm. Xoş oldu sizinlə görüş. Minnətdaram sizə də, valideynlərə də, bəbişlərimizə də uğurlar arzu edirəm. İnşallah inkişafda olan orqanizmdir. Bəli, sağlam şəkildə böyümələri üçün səhhətləri ön planda olmalıdır ki, bu hər bir ailənin, hər bir valideynin üzərinə düşən işdir, yükdür, məsuliyyətdir. Bunun öhdəsindən düşünürəm ki, sevə-sevə gəlirlər. Təşəkkürümü bildirirəm. Bir daha xatırladım, studiyamızın həkim qonağı pediatr Günay Rəsulova idi. Nəzərinizə çatdırım, Leyla Medical Centerdə pediatrik poliklinikanın şöbə müdürüdür. Buyurun, müraciətlərinizi edə bilərsiniz.